Allahümme salli ala Muhammed ve ali Muhammed. اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين والعاقبة للمتقين. ثم الصلاة والسلام على رسول الله الأمين أعني أبا القاسم محمد. Allahümme salli ala Muhammed ve ali Muhammed. Sallallahu aleyhi ve alihi ve sellem ve ala ehl beytihi tayyibin tahirin el me'sumin. Siyama namusu dahr veliyyil asr Hüccet ibnil Hasan Accelallahu Teala faracahu şerif ve la'natullah ala a'daihim ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, nazenin kalbinin bizlerden razı ve hoşnut olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcilinə salavat hədiyyə elə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Xudavənd-i Müteal gələn günlərimizi xeyr eləsin inşallah. Şaban ayının axırları, mübarək və müqəddəs Ramazanın girişinə bir neçə günlər Xudavənd-i Müteal mənəvi və maddi hər nə qədər müşkülümüz var, həll eləsin. Tövbələrimizi qəbul eləsin və tövbələrimizi qəbul edib, bizi paklayıb, müqəddəs aya daxil eləsin inşallah. Böyük bir şəxsiyyət var, qəşəng bir cümləsi var. Deyir, hamısı deyir ki, Ramazan-ı mübarəkə daxil olaq, bağışlanaq. O buyururdu ki, deyir, bəlkə bağışlanaq daxil olaq. Doğrudan da bu düz söz deyirlər. Bağışlanıb daxil olmaq, bütöv ayı aparmaq deməkdir. İçinə girəndən sonra haçan bağışlanmaq, nələrisə itirmək deməkdir. Allah Teala tövbələrimizi qəbul eləsin, paklasın bizi və müqəddəs aya bizləri pak daxil eləsin. İblis dişlərini qıcıyıb elə bil Ramazan-ı mübarəklə. Bir var iblisin düşmənçiliyi insandandır. Bir də var Ramazan-ı mübarəklə onun başqa bir düşmənçiliyi var. İblisin məyus olmağı nədən sonra oldu? Deyirlər ki, Xudavənd-i Müteal buyurdu ki, nə mani oldu sən bu işi gördün, əmirdən çıxdın, itaət etmədin, nə mani oldu? Nələrsə deyir ki, onu torpaqdan, məni otdan xəlq etmisən müsair. Nəsə, Allaha ərz eləyir ki, onda məni öldürmə. Allah buyurur ki, məlum olan günə qədər səni saxladım. O da əlin vurur əlinə, deyir, ləğviyannəhum əcməin, hamısını allatacağım. Allah tezdən buyurur ki, mən də bağışlayacağım bəndəmi. Səhv edəcək, bağışlayacağım. Sənin üçün bağışlamaq yoxdur. Amma onu bağışlayacağım. Deyirlər, iblisin hələ heç vaxt məyus olmadığı qədər bu cümlədən məyus oldu. Deməli, tövbə ən üstün iblisi məyus edən şeydir. İblis tövbədən məyus olur. Bəlkə, belə deyək, namazın özündən məyus olmur. Namazda ya namaza qədər insan tövbə edə, o tövbədən məyus olur. Demirəm, amma bəndənin namazından məyus olmur.
Onu demək istəmirəm. Amma o qədəri, miqdarı istəyirəm deyim, o şiddəti istəyirəm çatdıram ki, tövbə qədər iblis heç nədən məyus olmur. İmam Sadiq əleyhissalamdan belə bir rivayət var, buyurur ki, bir cavan səccadəni salsın, möhrü qoysun, möhür mən deyirəm də. Yəni səccadəni salsın, niyyət eləsin, Allahu Əkbər, namaza başlasın, deyir, iblis arxada başına vurar. Başına vurar ki, mən etmədim, amma o etdi. Etmək qəsdi də yoxdur. Bilirsiniz də, Rasullardan biri ilə diyaloqu var iblisin. Deyir, bəlkə mən Allaha deyim, məsələni həll edim, aramızdakı məsələni həll edim. Dedi. Allaha ərz edir bu Peyğəmbər ki, mən istəyirəm, barışdıram. Xudavənd Mütəal buyurur ki, mənim sözüm yoxdur. Bu əmr ki var idi. İndi gəlsin qəbrinə. Gəlsin qəbrinə səcdə eləsin. Mən onun üçün keçim. Zarafat deyir, Adəmin qəbri. Adəmin qəbri Adəm deməkdir. Nuh deməkdir. Əli deməkdir. Adəmin qəbri. Yəni, 3 məsuma, 2 peyğəmbər, bir də peyğəmbər qədər olan bir vücud. Əmir əl-Möminin. Dedi, yox, etmərəm. Yəni, bu əmri mən əvvəldən qəbul etməmişəm, etməyəcəyəm. Buna deyirlər istikbar. Deyə əba vastəkbər və kanə minəl kafirin. Kafir idi. Çəkildi dala və istikbar etdi. Həmən bu sarı kimi. İstikbardır da. Bunlarda arxaya vermək yoxdur. Vermirsən, vermə. Belə deyirlər də, indi arası qəmin kəm. Yəni, can sənin, cəhənnəm tarının. Onsuz da gedəcəksən ora. Özü də hərdən deyir ki, mən çox istəyirəm cənnətə gedim. İnsanın qanı nə qədər dərinin altındadır, pakdir. Birdən dəridən bayıra çıxsa, nəcisdir. Başqa bir adam o qanı gətirə içə, nəcisin nəcisidir. Və o heç vaxt dalaq edə bilməz. Onlar oradan dalaq edə bilməzlər. Onların yerləri məlumdur. Onlar artıq cəhənnəm odunun içində qərq olublar. Həll olublar. Həzm olublar. Artıq yanan insanları onlar yandıracaqlar. Bu gördüklərimiz ki var, bunlar yanmayacaqlar ki. Bunlar yandırandılar. Və quduhən nasu vəl hicarə. Allah buyurur ki, qorxun o gündən ki, o günün yandıranı həm insandır, həm daş. Daş da yandıracaq, insan da yandıracaq. Bu fironlar, bu qarunlar, bunlar yanan deyirlər, bunlar yandırandılar. Başqaları bunların odunda yanacaqlar. Allah əzabların daha da şiddətli eləsin inşallah. Amin. 60-cı ayə İsra surəsində Xudavənd Mütəal buyurur və iz qulna ləkə innə rabbəkə əhətə bin-nas. Üzr istəyirəm, mən biləm 59-luq 59 qalıb mı? 59. Bu sarı bizi çaşdırdı. Və ma mənə'na ən nursilə bil ayat illa ən kəzzəbə biha əl-əvvəlun və ateyna səmudə ən-naqə mubsirətən fəzələmu biha və ma nursilu bil ayati illa təxvifa. İsra 59-cu ayə. Xudavənd Mütəal burada ümumi peyğəmbərlərdən danışır, misal olaraq Həzrəti Salihdən danışır. Bilirsiniz, Həzrəti Salihin möcüzəsi onun dəvəsidir. Dəvənin nə atası var, nə anası. Dəvə dağın içindən çıxır. Camaat baxır, dağ aralanır, dəvə oradan çıxır. Həm dəvəni öldürürlər, həm də Salihi öldürürlər. Əslində nə olmalı idi? Əslində Həzrəti Salihin üstündəki paltarı təbərrük götürməli idilər ki, bu qəribə bir varlıqdır.
bu dağın içindən dəvə çıxartır. Deməli bu peyğəmbərdir. Deməli bunun arxası Allaha bağlıdır. Elə bir iş görüb ki, qarşı tərəf aciz qalıb. Belə etməli idilər. Yığışdılar dəvəyə birinci ölməsizlik elədilər, öldürdülər. Sonra dedilər, yox, Salihin özünü də öldürmək lazımdır. Həzrəti Salih peyğəmbərdə vurdular, öldürdülər. Xudavənd Mütəal buyurur ki, biz bunlar üçün bir ecaz elədik. Mubsirətən, bəsirətləri açılsın, adam olsunlar. Bunlar başqa iş gördülər. Elə bir misal olaraq onu götürür. Və ma mənə'na ən nursilə bil ayat. Həzrət Rəsulullah'a buyurur ki, bizim peyğəmbərə. Həzrət Rəsulullah'a buyurur ki, mən daha bunlar üçün möcüzə götürməyəcəyəm. Bir var ki, Allahın qəsdi budur ki, möcüzə götürsün. Və insanlar möcüzə ilə qayıtsınlar, hidayət olsunlar. İndi bəzi insanlar var ki, onlara möcüzə lazımdır da. İndi Səlmana lazımdır möcüzə. Əmmara lazımdır. Amma Əbu Cəhlə möcüzə lazımdır. Ya o insanlar ki, möcüzə ilə gəliblər, indi Əbu Cəhl gəlmədi. Əbu Ləhəb gəlmədi. Amma onlar ki, möcüzə ilə gəliblər, onlara möcüzə lazım idi. Xudavənd Mütəal bilir kimə möcüzə lazımdır. Ona da möcüzə verir və Xudavənd Mütəalın qəsdi budur ki, nə olsun? İnsanlar hidayət olsunlar. Amma indi Allah Teala burada fərqli ayə götürür. Deyir ki, mən etməyəcəyəm. Da bunlar üçün möcüzə götürməyəcəyəm. Niyə möcüzə götürməyəcəyəm? Xudavənd Mütəal əzəli elmi var. İnsanları bilir. İnsanların həm çölünə, həm içinə agahdır. Xəbəri var. Bilir ki, bunlar Allahın möcüzəsi qabağında Allahın möcüzəsi ilə oynayacaqlar. Hörmətsizlik eləyəcəklər. Bunlar gəlmək istəmirlər. Bunlar təhqir eləmək istəyirlər. Yəni Əbu Cəhl, Əbu Ləhəb, Əbu Süfyan Həzrəti Rəsulullah'a 14 gecəlik ay ki göydə idi ki, dedilər ayı böl, möcüzə göstər, qərəzləri və qəsdləri qayıtmaq deyildi. Sadəcə olaraq onlar bilmirdilər ki, ay bölünər, yoxsa onu deməzdilər. Əgər bilsəydilər ki, günəşi deyərdi ki, ey kaş, günəşdə bölünmə yoxdur. Yəni ona görə bunlar ayı deyiblər. Gecə olub bu məsələ. Gündüz olsaydı günəşin bölünməsini onlar deməzdilər. Məsələn, desəydilər peyğəmbərə ki, o dağa diginən gəlsin, onu deməzdilər. İçləri də Allahın əlində daxı, nə olsun kafirdir. Kafir olanda Allahın iradəsindən çıxmış hesabında olur bəyəm insan. Sən Firon ol. Əgər sən Firon oldun, yəni Allahın vilayətindən çıxdın, Allah sənə iradə eləyə bilmir. Belə şey yoxdur axı. Bu cür deyil. Onlar elə bilir o cürdür. Amma belə deyil. Deməli, Xudavənd Mütəal bunların üzün çöndərdi hara? Gecəyə. Bunların dilini gecədə açdı. Və bunlar da dedilər, bir də ayı böl, biz də qaydıq. İndi var bəzi insanlar, deyirsən, həqiqət sənə aşkar olsa, gələcəksən haqqa, baxarıq. Baxarıq nədir? Mən demirəm ki, həqiqət sənə aşkar edəcəyəm. Deyirəm, birdən etsəm, həqiqət aşkar olsa, qaydacaqsan, deyib, baxarıq. Bu, baxarıq deyirsə, bu kibirli insandır. Bunu ilə söhbət etməyi dəyməz. Bunun başını bıraq. Bu, əgər birdən desə, həsi də məsxərədir. Rasulullah da bunları tanıyır. İndi Həzrəti Rasulullah'a bir barmağı ilə ayı bölüb bunlar üçün, bunlar deyir ki, haza sahirun, bu sehirkardır. Qəbul etmirik. Deməli, əvvəldən qəsdi yox idi. Sadəcə olaraq bilmirdi ki, ay bölünər. Bilsəydi ay bölünər, deməzdilər. Onu deməzdilər, onu istəməzdilər. Məsələn, Həzrəti Rasulullah tərəfdən baxaq indi. Xəbər göndərirlər Həzrəti Əbu Taliblə, Əmir əl-Mömininin atası ilə Peyğəmbərə. Getdik ilə, nə istəyir verək. Peyğəmbər orada desəydi ki, 100.000 qırmızı dəvə. Məsələn, onlar onu tapardılar. Hər qırmızı dəvə 100 dəvəyə bərabərdir.
Qırmızı dəvənin o bahalığı odur. Ərəbistanda qırmızı dəvə deyəndə, yəni 100 dənə adi dəvə. 100 dənə adi dəvə bu gün məsələn bilməm neçə idi. Bir dəvə neçə 1000 manat olar da. Olar 1000 manat. Çox olar ha? Olsun 1500. 1500 olsa bir qırmızı dəvə 100 dənə ona qədər eləyir 15 min. 150 min. 150 min təsəvvür edirsən bir qırmızı dəvə bugünkü qiymətinə təqribən 150 min. Nə olur? Lexus olur. 150 min. Təsəvvür edirsən və Rasulullah desə ki 100 min dənə qırmızı dəvə onlar tapardılar. Amma Rasulullah bilir nə deyir. Deyir günəşi sağ əlimə, ayı sol əlimə. Mən gəlmərəm. Yəni mahal şey deyirəm sizə. Pəs buradan bəllidir ki, Rasulullah bunlara maddi bir şey desəydi, mən deyərdim o peyğəmbər deyil. Niyə? Çünki qəsdi qərəzi elə dünyadır. Misalı ki dünyadandır. Elə bir şey deyirəm ki, alınası şey deyil. Günəşi sən dartıb mənim əlimə qoya bilməzsiniz. Ayı dartıb mənim sol əlimə qoya bilməzsiniz. Bu kimi haldır, heç vaxt mümkün deyil. Deməli, mən haqqam. Mən bu cümləni götürməklə sizi təslim etmirəm. Sizə haqqı bəyan edirəm ki, bilin, mən 100 min dənə qırmızı dəvə istəyə bilərəm. Siz onu mənə versəz, mənim də bütün dünyam hasil olar. Hələ nə mən 7 arx məndən sonra da hasil olar. Dünya pərəstə bu bəsdir. Bir adam ki, dünya pərəst əlbəttə bəsdir, amma bəsdir. Bugünlər görürük bəsdir də. Məsələn, insan var, 3 trilyon yarım pulu, məsələn də 3 trilyon yarım pulu verirlər, bu doymur. Özünün bəlkə 30 trilyonu var. 3 trilyon da veriblər, doymur. 33 trilyon. Hələ birdən versələr, yenə doymaz. Doğrudan da bu dünya belə bir şeydir ki, insan ondan doymur. Nəfs sözü maddə deyir axı. Nəfs maddə olsaydı, onun da yeri var da, boyu var, doyar. Armudu stəkana su tökürsən, daşıyacaq. Niyə daşıyır? Çünki özünün boyu var. Nəfs ki maddədir, mücərrətdir, materiya deyil, metafizikadır. O doya bilmir. Həddi yoxdur axı, naməhduddur. Naməhdud olduğuna görə, yəni eni uzunu, hündürlüyü olmadığına, kubi olmadığına görə, kvadratı olmadığına görə nədir? Doymur. Ona görə hər nə töksən nədir? Deyəcək, həl min məzid, həl min cəhənnəm də belədir. Deyir, həl min məzid, həl min məzid. Yəni yerim var, nə qədər tökə bilirsiniz? Tökün. Və ma mənə'na ən nursilə bil ayat illa ən kəzzəbə bihəl əvvəlun. Əvvəldə olduğu kimi mən yenə möcüzə göndərəcəyəm. Ayat yəni möcüzə. Mən yenə möcüzə göndərəcəyəm. Necə əvvəldə inkar etmişdilər, yenə inkar edəcəklər. Yəni, ya Rasulallah, onlar səndən möcüzə istəyirlər, mən də daha bunlara möcüzə verməyəcəm. Elə bil ki, ayın bölünməsindən sonra təqribən möcüzələr dayanıb. Baxırsan, ən üstün möcüzələr nə idi? Meyraclar idi. Bir də, bilirsiniz də, 100 neçə dənə meyraca gedib Rasulullah. Həzrəti Zəhra salamın əleyhanın göydən gəlməsi, o əsas o Quranda olan, həmən bu surə ki, İsra surəsində biz meyracdan danışmışdıq. O, Həzrət Zəhranın gəlişi olan meyracdır və əsas meyracdır, Quranda danışılan. Amma ondan əlavə 100 neçə dənə nədir? Var idi. Ayətullah Mürəvvic Allah rəhmət eləsin mərhum, biz onun təfsir dərsində əyləşəndə o vaxt dedi ki, 104 dəfə Peyğəmbər əleyhissalam yazılıb ki, meyracda olub. 104 dəfə. Çox qəribədir ya. Deyirlər, Ağa Rasulullah, bilirsiniz də, Həzrəti İsa əla nəbiyyinə və aleyhi və aleyhissalam bir dəfə getdi, 4-cü təbəqəyə baxdı, yəqin deyiblər ona ki, qayıdırsan, deyib, yox, qayıtmıram. Burayla qalası yerdir. Yəni, sonra Həzrəti İdris də deyirlər, diri olan peyğəmbərlərdəndir, yəqin deyiblər ona qayıdırsan, deyib, yox, bura qalası yerdir. Yəni, deyirlər, Həzrət Rasulullah orada gəzəndə belə biraz qəmli gəzirdi, belə narahat. Bir dəfə Həzrəti Cəbrail soruşur ondan ki, yəni Allah soruşur. Belə bu narahatçılığın nədir? Ümmətim üçün darıxmışam, yəni qayıdım ora. Yerə qayıdım. Yer üçün darıxırdı. Nə yer üçün darıxmır o? O göy əhlidir. Yer üçün darıxmağının məqsədi biz idik. Biz insan idik.
O qədər narahat idi ümməti üçün, o qədər narahat idi, bizi o qədər çox istəyirdi. İnsanı o qədər çox istəyir. İnsan necə olar? Məsələn, bizim içimizdə mən belə bir adam tanımıram. Mən sizi çoxdandan da tanıyıram. Amma belə bir adam tanımıram ki, gətirə, daşı vura başımıza, başımız parça-parça ola, biz onu sevək. Hə? Nə siz məni belə tanıyırsınız, nə mən sizi belə tanıyıram. İçimizdə 100% bir prinsip olacaq. Amma Peyğəmbər belə deyil. Peyğəmbərin başına vururlar. Peyğəmbərin qanı yerə tökülsə, qiyamət qopacaq. Ətəyin çəkir ki, qan yerə tökülməsin. Götürür üstünə tökür qanı, yerə tökmür. Bizim başımızdan qan töküləndə belə qırağa çəkilir ki, yerə tökülsün. Peyğəmbər deyir, mənim üstümə tökülsün. Elə deyənlər ki, üstünə tökülsün. Deyirlər, ya Rasulullah, belə niyə elirsən? Deyir, mənim qanım yerə tökülsə, qiyamət bərpa olar. Qiyamət olar. Mən də istəmirəm bəla nazil olsun. Mənim ümmətimdir. Mən bunları çox istəyirəm. Həzrət Rəsulullah'a buyurur Xudavənd Mütəal ki, mən daha möcüzə verməyəcəyəm. Yəni, hər yerindən duran, gəlsə ki, bir dənə ayı böl baxım. Kino göstərmirlər ki, nəuzubillah, əleyhəzubillah. Elə hər dəfə deyir sahirdir. Hər dəfə deyir sehirkardır. Hər dəfə deyir yalancıdır. Hər dəfə deyir filandır. Elə hey nədir? Yalandan sözdə. Bunlar qayıtmaq istəmirlər. Bunların məqsədləri qayıtmaq deyil. Bunların məqsədləri təhqir eləməkdir. Təhqir. Əvvəldə təhdid elədilər Rəsulullahı. Sonra təhqir elədilər. Təhdid elədilər çəkilsin. Rəsulullah çəkilmədi. Öldürəcəyik. Çəkilmədi. İsra surəsi bilirsiniz də Məkkə surəsidir. Bəzi ayələr var oradan. Mədinədən xəbər verir. Mədinədən xəbər verir mənası qeybi mənadır. Çünki hələ Məkkədəyik. Amma söhbət nədən gedir? Mədinədən gedir. Sonradan gedir söhbət. Sonralar nələr oldu? Həzrət Rəsulullahdan sonra. Orada elə bir ki, alt məna işarələridir. Nəinki birbaşa ya. Yəni qeyb deməyin ki, Mədinə söhbətləri Məkkə surəsinin içində. O mənada demirəm, sətrin altında idi bunlar. Sətrin altında inşallah qismət olar, ərz eləyərəm. Və ma mənə'na ən nursilə bil ayat illa ən kəzzəbə bihəl əvvəlun. Necə əvvəldə təksib edirdilər, ayı parçalayırdıq, gəlmir. Bunlar elə o cürdülər. Yəni mən daha bunlara möcüzə göstərməyəcəyəm. Və ateyna səmudə ənnaqə mubsirətən. Buyurur ki, biz əta etdik Səmuda, yəni Səmud qovminə, Salihin naqəsin, yəni naqə yəni dəvə, dəvəsin. Mubsirətən, mubsirətən yəni bəsirətləri açılsın. Biz göndərdik ki, bunlar adam olsun. Fəzələmu biha. Buyurur ki, zülm etdilər ona, dəvəyə. Dəvəyə zülm etdilər. Salih Peyğəmbəri öldürdülər, o heç. Dəvəyə zülm. Biz dəvəni çıxartırıq ki, nə atası var, nə anası. Biz çıxartırıq bunu ki, özü gözlərinin qabağında dağdan. Dağ aralanır, dəvə çıxır. Bunlar deyir ki, yox, öldürün dəvəni. Bu dəvə gedib insanları haqqa dəvət edəcək. Öldürmək lazımdır. Elə bir ki, Allah və Salih Peyğəmbər, dəvə, kafirlər, insanlar. Belə deyir ha. Misal kimi deyirəm sizə. Allah, Salih Peyğəmbər, dəvə. Müşriklər, insanlar. Elə bir ki, Salih Peyğəmbərin dəvəsi möcüzədir. Dağın içindən çıxır, insanlar qayıtsınlar. Dəvə ilə insanların arasında müşriklərdir. Müşriklər dəvəni öldürür ki, haqq insanlara çatmasın. Bildiniz? Bugün də belədir. Bugün də belədir. Bugün indi adı Salih deyir. Adı dəvə deyir. Kafir var, adı o kafir müşrik deyir. İnsanlar da var. Birdən qoysalar gedib ora çatsın, onlar deyəcəklər ki, dağın içindən çıxan dəvəni ki, işarə eləyir, dağın içindən dəvə çıxır, o insan Peyğəmbərdir. Onlar deyəcəklər. Sadəcə olaraq bu möcüzə ilə insanlar arasında fasilə müşrik olduğuna görə gedib ora çatmır. Onlar belə eləyiblər. Düzdür, onların da günahı var.
Maniyəni nə etməli idilər? Aşmalı idilər. Belə deyil ki, onlar hə doğru çatmadı da. Yox, belə deyil. İnsan ağıl vermişdi. Allah ağıl verib insana. Ağıl belə deyil ki, qabaqdan gəlsin. Göydən də tökülə bilər. Sən belə baxmazdın, göyə baxardın. Quranda ayə yoxdur. Allah buyurur ki, biz sizin içinizdə və afaqda, göydə nişanələr qoymuşuq. Baxaydın. İndi iblis sağdan gəlib soldan, arxadan gəlib qabaqdan, 6 cəhətdən, 4-ündən gələ bilir. İkisindən ki mən qoymadım gəlsin. Sən qarşındakına baxıb qayıda bilmədin. Özünə baxıb qayıdaydın. Səni ki 4 tərəfdən qoymurdular. Göydən ki tökülürdü. Oradan baxaydın. Bu səni kör elədi. Müşrik səni ortalıqda kör elədi. Kafir səni kör elədi. Göydən ki tökülürdü. Ağlığı işlədəydin. Belə deyir ki, onlar salamat qalacaqlar. Salamat qalmayacaqlar. Elə Quran-ı Kərimdə Xudavənd Mütəala buyurur ki, onlar deyəcəklər, məsələn, haqdan uzaqlaşanlar, haqdan uzaqlaşdıranları göstərəcəklər. Deyəcəklər, o elədi. İlahi, bax bu elədi məni. Ona 2 əzab ver. Allah buyuracaq, sənə də 2, ona da 2. Ona 2 ona görə ki, özü edib, səni də aparıb. Sənə 2 ona görə ki, etmisən 1, ağlığı ona vermisən. Ağlığı saxlayır üstündə başa düşəydin. Hər ikimizə 2. Allahın qanunudur. Və ateyna səmudə ən-naqə. Biz Səmud qavminə naqəni verdik, yəni dişi dəvəni verdik. Mubsirətən, gözləri açılsın, fəzələmu biha. Onlar nə etdilər? Zülm etdilər. Və ma nursilu bil ayat illa təxfifa. Buyurur ki, biz təxfif üçün eləmişdik bu möcüzələri, amma bunlar nə etdilər? Gəlmədilər. Bunlar yığışdılar, dəvəyə zülm elədilər, dəvəni döydülər. Sonra dəvəni öldürdülər, sonra gəlib Həzrət Salihi öldürdülər ki, yox, biz istəmirik bunu. Niyə? Yenə deyirəm. Dəvə, dağın içindən çıxan dəvə, adi insanı qaytaracaq. Adi insanı haqqa qaytaracaq. Ortalıqda olan insanlar ki, zahirləri insan, amma həqiqətləri daş idi. Yəni zalim və kafir və müşrik idilər, fasıq idilər. Onlar qoymadılar həqiqət insanlara çatsın. O ki, axırda buyurur ki, biz göndərmədik ayəni təxfif. Təxfif yəni yüngülləşdirmək üçün. Yəni mənası budur ki, biz bilirik onlar qayıtmayacaqlar. Yəni onlar məqsədləri qayıtmaq deyil. 60-cı ayə. وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِالنَّاسِ وَمَا جَعَلْنَا الرُّؤْيَا الَّتِي أَرَيْنَاكَ إِلَّا فِتْنَةً لِلنَّاسِ وَالشَّجَرَةَ الْمَعْلُونَةَ فِي الْقُرْآنِ وَنُخَوِّفُهُمْ مِمَّا يَزِيدُهُمْ إِلَّا طُغْيَانًا كَبِيرًا. Bu məşhur ayədir. Şəcərə ağac deməkdir, məlun da məlun bilirik. Məlun ağac. Şəcərə məlunə. Şəcərə məlunə ümumiyyətlə Quranda bir dəfə işlənib. Şəcərə məlunə. Şəcərə yenə deyirəm ağac, məlunə də lənətlənmiş. Lənətlənmiş ağac. Lənətlənmiş ağac sözü Quranda bir dəfə işlənib. İkinci bir yer yoxdur. Hətta işarəsi belə yoxdur. Ona görə ustadlar buyururlar ki, biz bilmirik bu şəcərə məlunə kimdir. Amma Quran ayələrini ortaya töküb, onun arasına girib, bəzi ayələrdən bəzi cümlələri götürür. Başqa ayələrdən bəzi cümlələri, başqa ayələrdən bəzi cümlələri, bir neçə ayələrdən cümlələri bir yerə yığanda aşkar olur ki, bu məlun, lənətlənmiş ağac kimdir? Hələ Quranda rivayət ki var. Şəcərə məlunə, yəni Əməvi, Muaviyyə cinsi, Əbu Süfyanın cinsi.
Əməvilər nələr elədilər bu Əməvilər? Müşrikin və kafirin etmədiyini bunlar elədilər. Bunlar elə İslam'a qədər də kafir idilər. İslamdan sonra da kafir oldular. Sadəcə olaraq İslamdan əvvəl adları kafir idi. İslamdan sonra, yəni İslama gələndən sonra adları dəyişib münafiq oldu. Münafiqlər həmən zalimlərdir, həmən zalimlər də həmən kafirlərdir. Bir neçə ayələri bir yerə yığsaq, bu məsələ aydınlaşır. Amma Quranda Xudavənd Mütəal Peyğəmbərin yuxularından danışır. Bu Peyğəmbərin yuxusudur. Peyğəmbər yuxuda görür ki, bir ağacdır, lənətlənmiş ağac. Onlar Peyğəmbərin mənbərində meymun şəklində atdan düşürlər. Peyğəmbər bunu yuxuda görür. Bu yuxunu danışana qədər iki başqa yuxu danışacağım. Əsas onları danışmaq lazımdır. Deməli, Peyğəmbər bu yuxudan əvvəl iki yuxuda görüb. Yuxunun biri Bədir döyüşünün yuxusudur. Yuxunun biri də Məkkənin fəthinin yuxusudur. Bu ayədə bu şəcərə-i məlunə Əməvilərdir. Amma iki başqa yuxunu ərz eləyim, inşallah bunu danışacağım. Ənfal surəsinin 43-cü ayəsində İz yurikəhumullah fi mənamikə qalila vələv ərakəhum kəsira ləfəşiltum və tənazə'tum fil əmr. Allah Quranda buyurur ki, mən sənə bir yuxu göstərdim. Yatdın, yuxu gördün. Yuxuda gördün ki, bir döyüşdür. Döyüşdə siz çoxsuz. Düşmən azdır. Yuxuda. Allah Teala buyurur ki, İz yurikəhumullah, o vaxt ki Allah Teala sənə göstərdi fi mənamikə qalila, yuxuda düşməni az göstərdi. Vələv ərakəhum birdən çox göstərsəydi, kəsirən çox göstərsəydi, ləfəşiltum, darmadağın olardınız və tənazə'tum fil əmr, getməzdiniz düşmənin üstünə. Bilirsiniz də, Bədirdə düşmən çox olub. Peyğəmbər qoşunu az olub Bədirdə. Amma Xudavənd Mütəal buyurur ki, sənə yuxuda düşməni az göstərdim. Düşməni az göstərdim, sizi çox göstərdim. Birdən düşməni çox göstərsəydim, ləfəşiltum, darmadağın olardınız və tənazə'tum fil əmr. Və hücum çəkərdilər sənin üstüvə, yəni Peyğəmbərə. Bu məna deyil ha, mən belə deyirəm. Hücum çəkərdilər sənin üstüvə. Deyərdilər ki, sən bizi 313 nəfərlə getirmisən 2000-in qabağına. Sən bilmirsən, belə müharibə olmaz. Belə müharibə olmaz, öldürəcəklər bizi. Bilirsiniz necə? Qorxu düşəcək bunların canına. O qorxudan hücum çəkəcəklər Rəsulullahın üstünə və tənazə'tum fil əmr. Və bu işdə tənazə'tum, içləri qarışacaq. Fikirlər dönəcək, ixtilaflar olacaq, çətinliklər olacaq. Xudavənd Mütəal buyurur ki, sən yatdın, mən yuxuda Bədir müharibəsini sənə göstərdim. Dedim ki, Bədirə gedin, Bədirdə müharibə olacaq, onlar az olacaq, siz çox olacaqsınız və müharibə qələbəsi sizindir. Amma çöldə çox olub axı. Bu nə mənadır? Ustadlar deyirlər ki, bir qəribədir. Onlar 3 dəfə 313 olublar. Peyğəmbərin qoşununda rəqəm dəqiq olub. 313. Həmən 313. Bildiyimiz 313. Ki, aləm təslim olur, qorxur bu 313-dən. Həmən o 313. 313 nəfər Rəsulullahla bir yerdə. Düşmən 3 dəfə 313. Təqribən 1000 nə qədər. Bunlar zahirdir. Peyğəmbər yuxudan durur. Qoşuna deyir ki, narahat olmayın. Onlar bizdən azdır. Və biz qələbə çalacağıq. Narahat olmayın. İndi
Rasulullah baxır, qoşun da baxır. Rasulullah görür. Bunlar görmür. Bunlar baxır ki, onlar 200 nəfərdir. Bizimkilər. Rasulullahın əshabı baxır ki, onlar 200 nəfərdir. Bunlar da fikirləşir bizi 313 nəfər. Hər adama məsələn bir yarım adam düşür. Məsələn, öldürəcəyik də bunları. Bizim üçün yaxşıdır. 2 möminə bir kafir düşür. Yaxşıdır. Öldürərik bunları. Allah da bunların gözündə onları elə məsələn deyirəm 200, indi 200 mən bilmirəm. O rəqəm yoxdur. Yəni 1100-i, 1000 nəfəri 313-dən az göstərib. Bunlar da baxır ki, bunlar azdır. İndi olar. Düşmən. Düşmən onsuz da nədir? Çoxdur. Zahir mənada nədir? Onsuz da çoxdur. Kəmiyyət baxımından çoxdular. Qarşı tərəf ki, kəmiyyət baxımından azdır, elə özlərini çox, qarşı tərəfi də az görürlər. Onlar da ürəklənib ki, əladır. Bizim 3 nəfərimizə bir mömin düşür. Öldürəcəyik bunları. İndi həmən həvəslə onlar hücum eləyir ki, az görürlər, hücum eləyirlər möminləri. Möminlər də onları az görür, hücum eləyirlər. Hamısı da həvəslə gəlir. Çox qəribə bir səhnədir. Hamısı da həvəslə bir-birinə hücum eləyir. Allah buyurur ki, mən bu kəmiyyəti olduğu kimi göstərsəydim, ləfəşiltum və tənazə'tum fil əmr. Aləm deyərdi bir-birinə. Mən bilə-bilə onu göstərmədim. İndi nə oldu burada? Allah gözləri bağladı. Xeyr. Allah gözləri bağlamadı. Yəni, bu ola bilməz axı, bu mümkün olan şey deyil. Allah gözləri bağlamır. Bəs nə baş verdi? Deyir ki, onlar işin həqiqətini gördülər. İşin həqiqətini. Quranda ayə var da, Xudavənd Mütəal buyurur ki, Qul məta'ud dünya qəlilun. Dünya mətası nədir? Qəlildir, azdır. Yəni 1 milyondur, amma 100 manatdır. 1 milyarddır, amma 100 manatdır. Dünya nə boyda görsən gör, balacadır. Məta'ud dünya qəlilun, qəlildir. Dünya matası nədir? Qəlildir. O ki, kəsirdir, axirətdir. Çox axirətdir, dünya balacadır. Nə boyda görsən gör, qəlildir. Bildiniz? İndi Xudavənd Mütəal, onlar ki, kafir və müşrik idilər, axirətlə əlaqə yoxdur, dünyadılar. Dünyanın həqiqəti azdır. Xudavənd Mütəal onların keyfiyyətini göstərdi. Nə kəmiyyəti? Kəmiyyət elə 1000 idi, amma tüm dünya idilar. Dünyanın keyfiyyəti 1000 də olsa 100-dir. O həmən həqiqət və vaqiiyyəti göstərdi möminlərə ki, baxın, bir damcıdırlar. Yəni, bunlar hamısı bir yerdə dünyadır. Və dünya da nədir? Nə qədər böyük olsa belə azdır. Həmən o həqiqəti, amma müşriklər, kafirlər həmən o həqiqəti yox. Elə zahir kəmiyyəti. Çünki onlar dünyanla bağlıdırlar. Dünyada da dünyəvi insanlar kəmiyyətə baxarlar. Görmürsən bugün deyirlər, əgər 30 min insan Kərbəlaya gəlibsə, 30 min insan, 100 nəfər bu tərəfdirsə, deyirsən, yəni 30 min insan ağlı işləmədi. Niyə? Çünki bunlar dünyapərəstdirlər. Bütün fikirləri, zikirləri kəmiyyətdir. Amma Allah Teala buyurur ki, mən məsələyə keyfiyyətlə baxıram. Məsələn, Həzrət Rəsulullah'a buyurur ki, 20 nəfər səbr edən yanında olsa 200 nəfərə bərabərdir. Birdən 200 nəfər səbr edən yanında olsa 2000-ə bərabərdir. 20, 100, 200, 2000. Buyurur, mənim üçün belədir. Allah buyurur ki, sənin yanında 200 nəfərdəsə səbr edən, yəni 200 dənə salman varsa, elə bil 2000-dir. İndi qoşun düşmən, siz 200 nəfərsiniz, qoşun 1000-dirsə, siz kiminsiniz axı? Mən sizə keyfiyyətlə baxıram, onlara kəmiyyətlə baxıram. Onların baxışı kəmiyyətdir, sizin baxışınız keyfiyyətdir. Əsas məsələ budur. İnsanın ümumiyyətlə o düşüncəsi belə olmalıdır. İndi misal, 1000 nəfər indiki gecədir, 1000 nəfər indi dayanıb bu həyətdə, bir nəfər də bu tərəfdə dayanıb.
Bir nəfər deyir gecədir, 1000 nəfər deyir gündüzdür. Kəmiyyət çox olduğuna görə gündüzdür. Həqiqət gecədir axı. Həqiqət gecədir. Onu ilə ölçülmür ki. Həzrəti İbrahim ələ nəbiyyinə və alihi və aleyhissalamın dövründə 18 ya 22 yaşı var idi. Bütün insanların hamısını yığıb deyir Allah təkdir. Bu günəş Allah ola bilməz, ay Allah ola bilməz, ulduz Allah ola bilməz və s. danışır. Hamısı deyir ki nədir? Günəş Allahdır, ay Allahdır, ulduz Allahdır. Hamısı belə deyir. Belə insan, məsələn 100 min insan. İbrahim Peyğəmbər tək. Onda o 100 min düz deyir. 100 min düz demir axı. Burada kəmiyyət, dünyəvi insanlar üçün, materialistlər üçün kəmiyyət üstündür. Niyə? Çünki onlar metafiziki heç bir inam yoxdur. Yəni mücərrəd aləmə inanmırlar. Hər şeyi maddə ilə ölçürlər. Maddənin eni, uzunu, hündürlüyü var. Yəni kvadratı, kubu var. Kvadratı, kubu olan şeyin həddi olar. Həddi olduğuna görə sayılar. Sayılan şey kəmiyyətdir. Mücərrəd aləmdə, metafizikada sayılan şey yoxdur. Niyə? Çünki eni, uzunu, hündürlüyü yoxdur. Maddə deyil olsun. Maddə olmadığına görə sayılmır. Sayılmayan şey nədir? Keyfiyyəti, həqiqətdir. Nə kəmiyyəti. Məsələ o ilə ölçülür. Ənfal surəsinin 44-cü ayəsində Xudavənd Mütəal cavab verir və iz yurikəhum iziltəqaytum fi əyunihim qalila. Buyurur ki, siz gedəndə olan üstünə, siz onları az görürdünüz. Amma onlar sizi yaxınlaşanda çox gördüklərinin mənası nə idi? Bəs necə oldu? Yenə ərz eləyirəm. Düşmən tərəf kəmiyyətlə gəlir, biz az, onlar çox. Bizim baxışımız keyfiyyətləndir, biz çox, onlar az. İkisi də eyni halda hücum edirlər bir-birinə, qorxu yoxdur. Elə ki, bir yerə çatdılar, qayıdış yeri yoxdur. Hər kəsən də artıq çevrildi kəmiyyətə. Orada da qayıdış yeri olmadığına görə 2000 mələk, üstəgəl 313 nəfər. 2313. Sonra Xudavənd Mütəal buyurur, biz əlavə elədik. 5313. Sonra Xudavənd Mütəal buyurur ki, biraz da daha belə səbirli və təmkinli olsaydınız, biraz da daha imanlı olsaydınız, biraz da əlavə eləyərdim mələki. Yəni 5000-i də çoxaldardım. 5000 mələk, üstəgəl 313 nəfər. Onlar da tək 1000 nəfər. 5 dəfə bunlardan, yəni müşriklər 5 dəfə azaldılar. Həqiqi azaldılar ha. Mələklərin də varlığı həqiqətdir axı. Nə olsun mücərrəd aləmdir. Amma var da həqiqətləri var. Xudavənd Mütəal buyurur ki, mən bu cür eləyirəm. Bu birinci yuxusudur Peyğəmbərin. İkinci yuxu. Fəth surəsinin 27-ci ayəsi. Qalsın. Elhamdülillahi Rabbil alemin. Peyğəmbər və ali Peyğəmbərə salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed.